Xəzər xəbəri izləyirsiniz. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə metronun Gənclik stansiyasının yaxınlığındakı istirahət parkında Ulu Öndərin əziz xatirəsinə həsr edilən Bir ömrün simfoniyası adlı klassik musiqi konserti keçirilib. Paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu Arçı Kamera orkestrinin ifasında musiqi əsərləri səsləndirilib. Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video, foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib. Qeyd edilib ki, son illərdə Prezident İlham Əliyevin ölkənin və o cümlədən Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. İstifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtı parklar və yaşıllıqla şəhər edib.